Dünya neft sənayesinin beşiği olan Bakıda Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasının keçirilməsi Azərbaycanın qlobal enerji əməkdaşlığındakı roluna, eləcə də OPEC Plus çərçivəsində etibarlı və məsuliyyətli tərəfdaş kimi qazandığı nüfuza verilən yüksək qiymətin ifadəsidir. Bu görüş OPEC Plus çərçivəsində dialoqun və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, qlobal neft bazarında sabitliyin və proqnozlaşdırıla bilənliyin qorunmasına mühüm töhfə verəcək. Neft hasil edən 20 ölkənin nümayəndələrinin bir araya gətirən tədbirdə vurğulanıb ki, neft istehlakçıları ilə dialoqun təşviqi, neft bazarında sabitliyin dəstəklənməsi sahələrində əməkdaşlığın gücləndirilməsi vasitəsilə əməkdaşlıq xartiyasının məqsədləri tam şəkildə reallaşdırılacaq. Müasir dünyada ölkənin enerji sahəsində təsiri təkcə enerji resurslarının hasilat həcmi ilə deyil, həm də tədarükün etibarlılığı, şaxələndirilmiş ixrac infrastrukturu və tərəfdaşların etimad səviyyəsi ilə müəyyən olunur. Azərbaycanın strateji əhəmiyyəti enerji resurslarının hasilat həcmi ilə deyil, regionları və bazarları etibarlı şəkildə birləşdirmək, tərəfdaşların enerji təhlükəsizliyinə töhfə vermək və etibarlı tərəfdaş kimi çıxış etmək qabiliyyəti ilə ölçülür. Bu etimad ölkənin OPEC Plus formatında fəal iştirakı sayəsində daha da möhkəmlənir. Azərbaycanın enerji siyasəti OPEC Plus platformasının əsas məqsədlərinə tam uyğundur.